Bugün yeni bir burun hekayemizden danışacağım. Yani realistik bir hekayeden. Çünkü buna neye göre hikaye deyirəm? Yani her bir insan üçün burnun fizioloji problemlərindən əlavə bir kompleks yaşayır. Yani insan xarici görünüşündə bir kompleks yaşayır. Ona göre de bu insanlar üçün yeni bir burun formalaşdırmaq, yani hansısa bir ondan öncəki bir hekayənin sona yetməyi və yeni bir həyatın başlamağı psixoloji olaraq yəni böyük əksəriyyət pasientlər buna daha çox önəm verirlər. Və ona görə də mən bunun adını realistik hekayə qoymuşam. Və bu pasientimizdə də bir sıra problemlər var və funksional ciddi problemləri olmasa da estetik olaraq problemlər yaşayır, kompleks yaşayır və bunları da mən sizə izah etmək istəyirəm. İlk növbədə burun analizi vacibdir. Yəni əməliyyat öncəsi burun üzün 1/3 hissəsini tutacaq və orta mövqedə yerləşən bir orqan olduğu üçün həmişə gözlər və diqqət buruna fokuslanır. Əgər bu proporsiya, bu qorizontal proporsiya itirsə və o düzgün cərrah tərəfindən dəqiq olaraq təyin edilmirsə, yəni əməliyyat burun nə qədər gözəl alınsa da proporsiya düzgün deyilsə, burun üzə yaraşmır. Yəni fərqli bir görkəm alır. Ona görə buna həmişə mən önəm verirəm və bunu da qeyd eləməyi özümə borc bilirəm. Bu hekayəmizdə göründüyü kimi, yəni mənim üçün həmişə əsas və prioritet məsələlərdən biri, yəni dediyim kimi burunda 3 məqam var, 3 element var. Burnun dorzum hissəsidir, burnun beli, burnun ucu tip bölgəsi və burun qanatları. Bu hekayəmizdə dorzum, burun beli demək olar ki, alın burun bucağından başlayır və burun ucunda bitir. Yəni böyük bir sahədir. Yəni fərq yoxdur. Yəni burun ucu ilə burun belində bir ciddi fərq yoxdur. Qanatlar bir qədər yerindədir demək olar və tip olaraq ayırt edilmir. Burun beli burun ucundan ayırt edilmir hal-hazırda. Yəni funksional olaraq ciddi bir problem yaşamır pasientimiz. Yəni nəfəs normaldır. Amma estetik olaraq bir xırda da olsa problemlər vardır. Qapalı əməliyyatla bunu təmin edəcəyik. Yeni bir hekayəmizin sonuna gəldik, çatdıq. Artıq profildən aydın görsənir ki, yəni hansı şəkildə, hansı ölçüdə fərqlər mövcuddur. Yəni əməliyyatımız öncəsində profildən çəkilən fotomuzdur. Bu isə hal-hazırda əməliyyatın son halıdır. Burnumuzun son halıdır. Yəni təbii ki, yenə həmişə olduğu kimi qoruduğumuz proporsiyaları qorumuşuq. Burnun beli, burun ucu tipi və burun qanatları aydın şəkildə seçilir, görünür və xanımın da üzünə yaraşır. Burun beli enli şəkildə idi, yəni bunu ensizləşdirmişik göründüyü kimi. Burun tipi aydın şəkildə görünür, burun qısalığı görünür və estetik xətlər görünəcək. Artıq burnumuz yekunlaşıb və gips fiksasiyası edəcəyik. 10 gündən sonra da onu açacağıq. Ən önəmli bir məqam var, onu qeyd edim. Yəni əgər əməliyyat tam sonunda, yəni ciddi ödem və şişlik və göylük olursa, o deməkdir ki, əməliyyat atravmatik keçməyib, yəni çox travmatik əməliyyat keçib. Travmatik keçən əməliyyatlarda da gözəl nəticə almaq həqiqətən çox problemlidir və mümkünsüzdür. Çünki ödem toxumaları çox şişirdir və yəni dizgiləri və effekti görmək olmur. Ona görə yəni çalışmaq lazımdır, əməliyyatı tam atravmatik həyata keçirək. Bunun üçün də bir sıra faktorlar var. Yəni cərrahi faktorların ən vacibi, yəni məsəl üçün mən özümün bir qənaətə gəldiyim qapalı əməliyyatdır ki, burada travma demək olar ki, olmur.
olmadığı üçün də şişkinlik az olur və ona görə də nəticə gözəl olur. Və buna bağlı bir də anestezioloji məsələlər var. Təbii ki, təzyiqi və bir sıra göstəriciləri normal həddə saxlamaq lazımdır ki, şişkinlik, ödem çox olmasın. Yəni bu pasientimizdə, bu hekayəmizdə faktiki olaraq həm qan itirmə məsələsi, yəni əməliyyatda mümkün qədər, təbii ki, minimal qədər qan itirmələr olur. Bu pasientimizdə demək olar ki, də həmən qaydada, yəni minimal qan itirmə olub və qapalı əməliyyat olduğu üçün, toxumalar dağıdılmadığı üçün demək olar ki, əməliyyat sonunda ciddi şişkinlik yoxdur. Və bu da qapalı əməliyyatın üstün cəhətlərindən biridir. Yəni zamanla bu cəhətlərin hamısını izah edəcəm bir-bir. Yəni bugünkü gün yəni bunlardan biridir ki, kəsik yoxdur. Bu bir atravmatik olur. Travma vermir çox, yəni toxumalar dağıdılmır bu iki. Və nəticəni də gözəl almaq üçün bu ciddi səbəblərdir.